Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rəhmətullah. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Quran-ı Kərimdə Allah şünaslıq bəhslərini oxuyuruq. Biz gəlib çox önəmli bir mövzuya çatdıq. Şəfaət və təvəssül mövzusu. Görəsən bu iki dənə mövzu tövhidlə ziddiyyət təşkil edir, yoxsa yox? Bunu araşdırmaq istəyirik. Daha sonra Vəhhabilərin bu barədə nəzərinə də qısa şəkildə toxunacaq və onların yanlış düşüncəsini inşallah üzə çıxaracaq. Şəfaət nədir? Şəfaət budur ki, mən müəyyən bir iş görmüşəm, müəyyən bir əməli yerinə yetirmişəm. Əlbəttə, bu dünyəvi iş də ola bilər. Və deyək ki, layiqəm ki, mən cəzalanım. Amma kimisə ortada vasitə qərar verirəm ki, məni bu cəzalanmadan xilas eləsin. Gedirəm, məsələn, deyirəm ki, sən filan şəxsin yanında hörmət sahibisən, məni cəzalandırmaq istəyir və haqqı da var buna, amma sən ortada vasitəçi ol, məni cəzalandırmasın. Buna deyərlər şəfaət. Şəfaət tövhidlə ziddiyyətlidir. Bəzilərinə görə bəli, amma biz baxsaq görərik ki, həm şiə əqidəsinə görə, həm o orijinal deyək, əhl-i-sünnə əqidəsinə görə təhrif olunmuş əhl-i-sünnə əqidəsi yox, özlərini əhl-i-sünnə adlandıran bəzi müasir sələflər, vəhhabilər yox. Onlara görə bəli, şəfaət qəbul olunmuş bir məsələdir. Hətta mötəbər mənbələrdə də bu məsələni biz görə bilərik. Ən azı Həzrəti Peyğəmbərin Muhammed sallallahu aleyhi və səlləmin şəfaətini qəbul edirlər. İbn Teymiyyə də qəbul edir. Baxmayaraq ki, Həzrəti Peyğəmbərin şəfaətini bəzi vəhhabilər inkar edir. Hətta Həzrəti Peyğəmbərin başqa cür izah edirlər şəfaəti. Biz baxanda dini mətinlərə, hədislərə və bəzi ayələrə ki, işarə də edəcəyik, görürük ki, xeyr, şəfaət qəbul olunmuş bir məsələdir. Və inşallah icazənizlə o hədisləri oxuyaq. Təkcə Həzrəti Peyğəmbər barəsində deyil, qiyamətə aiddən biz hələ danışırıq, qiyamətdə şəfaətdən. Dünyada şəfaətdən danışacaq ki, dedik, əgər şəfaət dünyaya aid olarsa, buna təvəssül deyərlər bəzən. Biz bu hədislərə nəzər salaq. Məşhur, əlbəttə, ayələrimiz də var da, bəzi ayələri ilk öncə oxuyaq. Bəzi ayələrdə deyir ki, şəfaət yalnız Allaha məxsusdur. Daha sonra deyir ki, Allahın icazə verdiyi varlıqlar şəfaət edəcək. İnşallah biz kimlər şəfaət edəcək bəhsində danışacaq qabaqda. Məsələn, Zümər surəsində oxuyuruq, Əuzubillahiminəşşeytanirracim, Qul lillahi şəfaətu cəmi'a. Deyib, bütün şəfaət yalnız Allah təbarək və teala'ya məxsusdur. Amma digər ayələrdə deyir ki, Mən zəlləzi yəşfəu indəhu illə biizni. Yəni, Allahın izni ilə kimlərsə şəfaət edə bilər. Bəqərə 255-də. Yudabbirul əmrə, Allah əmri idarə edir. Mə min şəfi'in illə min ba'di izni. Allahın iznindən sonra bir şəfi var, şəfaət edici var. Bu, Quran ayələrdə yenə də bəzi ayələr var ki, açıq-aşkar şəkildə deyir ki, məsələn, mələklər şəfaət edəcək. Filan qrup şəfaət edəcək, elm sahibləri ki, oxuyacaq qabaqda inşallah. Amma gələk hədislərə. Hədislər müxtəlifdir. Bəziləri hətta iddia edir ki, deyəcəyik, bu mütəvatir həddindədir və digər insanların şəfaət etməsi də Allahın övliyalarının və müxtəlif bəzi varlıqların şəfaət etməsi də müstəfiz həddindədir ki, hədis elmini bilənlər bilir nə deyirik. İnnəmə şəfaəti li əhlil kəbairi min ümməti. Deyir ki, mənim şəfaətim kimlərə məxsus olar? Mənim ümmətimdən böyük günah sahiblərinə məxsusdur. Həzrəti Peyğəmbərdən də bu hədisi. Bu hədisi kimlər nəql edib? Əhməd ibn Həmbəl Müsnəd-i Əhməddə nəql edib, Sünən-i İbn Mazədə bu gəlib, Sünən-i İbn Davudda gəlib. Bəzi hədislərdə innəma yoxdur, silinib. Bu hədislər zikr olunur. Ya məsələn, digər hədisdə var ki, şəfaəti li əhlil kəbair min ümməti. Mənim şəfaətim ümmətimdən böyük günah edənlərə məxsusdur. Yenə də bu hədis Deyləmin Ə'lamuddin kitabında gəlib, Heysəminin Məcmu'uz-Zəvaid kitabında gəlib, Təbəraninin Əl-Mu'camul-Əvsat kitabında gəlib və digər yerlərdə gəlib. Hətta bəzi təfsir alimləri o ayə ki, oxuyuruq biz İsra surəsində, Əsə ən yəb'asəkə rabbuka məqamən məhmudə. Allah təbarək və teala sənə məhmud məqamını verəcək.
bu Məhmud məqamını şəfaət kimi götürüblər. Əhl-i sünnə alimləri, məşhur alimlər bunu, məsələn, deyək ki, İbn Cərir Təbəri Camül Bəyan ki, əhli sünnənin xüsusilə vəhhabilərin ən etibar etdiyi təfsir kitabıdır bu kitab. Ya Əhməd ibn Həmbəl Müsnəd Əhməddə buna işarə eləyib. Hətta Buxaridə də var ki, bu yəni şəfaətdir. Məqsəd burada məqamən Məhmuddan başqa, bəyənilmiş məqamdan başqa şəfaət məqamıdır. Və bəziləri Həzrəti Peyğəmbərin şəfaət edəcəyini buyururlar ki, müstəfiz həddindədir. Yəni, bu barədə nəql olunan hədislər müstəfiz həddindədir. Məsələn, Təftazani bu məsələyə işarə eləyir və İbn Həcər Əsqalaniyə görə mütəvatir həddindədir və bu qeyd etdiyim şəxs, yəni Təftazani deyir ki, təkcə Həzrəti Peyğəmbər yox, Allahın sevimli bəndələrinin də şəfaəti barəsində nəql olunan hədislər müstəfiz həddindədir. Müstəfiz hədis o hədisdir ki, vahid xəbərlə nəql olunub, amma çoxdur, etibar olunur, amma mütəvatir həddə deyil. Mütəvatir həddə deyil. Ya məsələn, hədis var, bu hədisi də nəql edilir ki, elirlər əhl-i sünnə mənbələrində də gəlib, yəşfa'u yevməl qiyaməti thəlâthətun. Qiyamət günü 3 qrup insanlar şəfaət edəcək. 1. Əl-ənbiyə, ənbiyalar, thumməl-uləmə, sonra alimlər, thumməş-şühədə, sonra da şəhidlər. Bunu Sünən İbn Macədə Muhammed ibn Yezid ibn Macə nəql edib. 2-ci cild səhifə 143, hədis 413. Və ya hətta bizim bəzi mənbələrimizə əsasən şəfaətə inanmaq, yəni şiəçiliyin, yəni müsəlmançılığın əsas əlamətlərindən biridir. Bu hədisə diqqət eləyək. Və mən ləm yu'min bi şəfaəti. Həzrət Peyğəmbərdən də bu hədis. Hər kəs mənim şəfaətimə iman gətirməzsə, fələ ənaləhullahu şəfaəti. Allah təbarək və təala ona mənim şəfaətimi nail etməz, qismət etməz. Bu da bizim təfsir kitablarımızda, hədis kitablarımızda nəql olunub. Bu hədislərdən nə başa düşürük? Bu hədislərdən bunu başa düşürük ki, Həzrəti Peyğəmbərin və bir qrup insanların, ənbiyaların və övliyaların və şəhidlərin qiyamət günü şəfaət etməsi inkar olunmaz bir məsələdir. Həm Quran-ı Kərimlə üst-üstə düşür, həm rəvayətlərlə, hədislərlə üst-üstə düşür. Kimsə gəlib bunu inkar eləsə, yəni açıq aydın Quran-ı Kərimin və hədislərin əksinə çıxır. Və həmçinin biz baxırıq, görürük ki, baxın, diqqət edin, Həzrəti Yusuf əleyhissalamın surəsində, Yusuf surəsində bu axirətə aid məsələ idi də, çünki axirəti adətən qəbul edirlər, amma baxmayaraq ki, bəziləri inkar edirlər axirətdə. Ən azı Həzrəti Peyğəmbəri qəbul edirlər vəhhabilər. Sadəcə bəhsləri qeyri Həzrəti Peyğəmbərə aiddir ki, biz oxuduq ki, onların mötəbər mənbələrində var ki, Həzrəti Peyğəmbərdən başqa digər varlıqlar da şəfaət edəcək. İndi birdən də burada məsələ var, bunu deyim, bəhsimiz bitsin. O da budur ki, biz baxırıq ki, dünya məsələlərindən də bağlı şəfaət mümkündür. Yəni, şəfaət təkcə axirətə aid deyil. Misal üçün, Yusuf surəsində oxuyuruq, Yusufun qardaşları elə ki, bildilər, günah eləyiblər, kimin yanına getdilər? Yusufun atasının, atalarının yanına ki, bizim üçün istiğfar elə. Ataları bu işdən onları çəkindirmədi, demədi, gedin siz özünüz istiğfar edin. Əgər bu, yəni şəfaətdir də vasitəsi qərar verməkdir. Sən bizim üçün istiğfar elə Allah yanında, çünki sən hörmət sahibən. Nə dedi? Dedi, əstəğfiru ləkum, tezliklə sizin üçün istiğfar edəcəm. Ya Həzrəti Peyğəmbər barəsində var ki, əgər onlar özlərinə zülm edib etsələr və sənin yanına gəlsələr, sən onlar üçün istiğfar etsən, ləvəcədullahu təvvabən rəhim, Allah tövbəni qəbul edən və mərhəmətli görəcəklər. Yəni, Allah onların günahlarını bağışlayacaq. Yəni, Peyğəmbərin yanına gedirəm, deyirəm, mən günah eləmişəm, utanıram Allah təbarək və təaladan istiğfar ediləyəm, sən mənim əvəzimdə Allahdan istiğfar elə, Allah məni bağışlasın. Həzrəti Peyğəmbər də istiğfar edirdi. Məsələn, münafiqlər barəsində deyir ki, sən onlar üçün istiğfar etsən də etməsən də faydası yoxdur. Deməli, möminlər barəsində faydası var. Bu şəfaət deyilmi? Bunları necə qəbul edirsiniz? İnşallah dərsimizin
davamını növbəti bəhsimizdə, inşallah növbəti dərsimizdə, çəkilmiş işimizdə davam etdirərik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.